Bir daha salam gənclər. İndi isə mətni oxudum və suallara bir yerdə baxaq. 37-ci sualda hansı hikmətli kəlamlarla mətndəki əsas fikri qüvvətləndirmək olar? Pisə sahib olmaqdansa yaxşını gözləmək sərfəlidir. Burada pisə sahib olmaq, yaxşını gözləmək söhbəti yoxdur. Çalışmaq, həyat düşünmək isə işıqdır. Bu da uyğun deyil. Lovğalıq insanların qəlbindəki bütün yaxşılıqları yox edən güclü zəhərdir. Burada lovğalıqdan danışılmır. Təhlükəni heçə saymaq yox, onun haqqında tədbir görmək lazımdır. Bəli, burada o balaca oğlan timsalında bunu görürük. Cəsarət heç qorxmamaq deyil, qorxuya baxmayaraq özünü təhlükəyə atmaqdır. Bu da o balaca oğlana aid, yəni hikmətin timsalında görürük. Ona görə də 4-5 doğru variantdır. Daha sonra mətndə əvvəlində işarə qoymuş ifadələr əsasında cədvəldəki doğru fikirlər. İfadələr deməli, cavan bir qadın özünü itirmiş halda ağlayır. Özünü itirmiş məcazidir, elə həqiqini çıxarır. Məcazi mənadadır, çətin vəziyyətdə nə edəcəyini bilməmək deməkdir. Bəli, biri götürərik. Kvadratda isə deməli, mənzərin acığı tutsa da bir söz demədi. Acığı tutmaq həqiqi yox, məcazi mənadadır. Cinatına minməklə, yəni əsəbləşməklə eyni mənadadır. Doğrudur və cavab olacaq 1-5, yəni Y variantı. Mətnə aid plan bəndi hesab edilə bilməz. Ananın yalvarışı var, Lalənin anasına aid eləmək olar, yalvarırdı insanlara. Balaca qızın çarəsizliyi, Lalənin çarəsizliyi olar. Ağır yaralanan Lalə. Orada yazmış ki, xoşbəxtlikdən Lalə ağır yaralanmayıb, çünki quyu dar idi və su ilə əhatə olunurdu, daha doğrusu su var idi. Ona görə ağır yaralanma söhbəti səhvdir və bunu götürürük. Mənzərin xəcaləti, bəli, axırda peşman pərt olur. Hikmətin tərəddüdü, hikmət tərəddüd eləmir, hətta anasının sözündən belə çıxaraq bütün cəsarətini toplayıb Laləni xilas eləyir. Cavab olacaq 3-5, yəni Y variantı. Daha sonra 40-cı sualda mətndə altına xətt çəkilmiş sözlər hansı cümlələrdə kontekstdəki mənalarda işlənib? Mədəndə işləyən cavan bir fəhlə bir də deməli ipi qızın qoltuqlarının altından bağlayır. Aha. Yazısı əsərdəki həm müsbət, həm də mənfi surətlər diqqətlə işləmişdi. Burada o mənada deyil. Tarlada qızmar günün altında işləyən əkinçilər, fəhlələr doğrudur. 5 ildən çox davam edən müharibədən sonra tərəflər sülh bağladı. İpi bağlamaqla sülh bağlamaq əlbəttə ki, eyni deyil, bu məcazidir. Başını qaldırıb saata baxdıqda 3-ə 15 dəqiqə işləyirdi. Buradakı 3-ə 15 dəqiqə işləmək əlbəttə ki, o mənada deyil. O özü ilə gətirdiyi ipi qonur atın boynuna bağladı. Bəli, bu da ipi bağlayıb və həmin mənadadır. Cavab olacaq 2-5B variantı. Əvvəlində rəqəm qoyulmuş hansı cümlələr mətndən çıxarılsa məzmuna xələl gəlməz. Həmişə taktikamız bizim nə idi? Həmin rəqəm olan cümlələri çıxarıb əvvəl və sonranı oxuyuruq. Görək hansında xələl gəlmir. Məsələn, biri yox saysaq, onların yolu qəsəbənin yanındakı mədənin içindən keçirdi. Və birdən-birə ana, gəl gedək görək orada nə olub. Axı biz bilməyəcəyik bunu kim dedi. Bunu çıxarsaq cümləyə xələl gələr. Ona görə də bunu çıxarmırıq. 2-də xoşbəxtlikdən quyu dərin deyil, divarların darlığı və bunu seçə saysaq, deməli, oynayan 5 yaşındakı qız büdrəyib quyuya yıxılıb, divarların darlığı və quyunun içində olan su uşağı bərk əzilməyə qoymayıb. Bəli, burada da həmin məzmundur da, yəni bunu çıxarsaq bir şey olmaz. 2-ni götürərik, xələl gəlməz. 3-də mədəndə işləyən cavan bir fəhlə quyuya kəndir sallayıb və baxa-baxa deyib. Bu cümləni çıxarsaq, bəs kim deyib? Bilinməyəcək axı, ortada dialoq qalacaq. Bunu çıxarsaq xələl gəlir. Daha sonra 4 mənzərin acığı tutsa da bir söz demədi. Məsələn, bu cümləni çıxarsaq, mən quyuya düşərəm. Bu da sonrasında deyir ki, hikmətin belinə kəndir bağlayıb quyuya saladılar. Olar. Həm də acıq tutma söhbəti əvvəllərdə də var idi. Yəni 2-4-ü çıxsaq problem olmaz. Daha sonra 5-ə baxsaq, mənzər tutulmuşdu. Bilmirdik ki, adamların təşəkkürlərinə necə cavab versin. Onu tər basmışdı. Burada tutulmuşdu, pərt olmuşdunu deməyimiz lazımdır. Yəni bunu çıxsaq, əvvəllə sonra arasındakı əlaqə itəcək. Ona görə də 2-4. 2-4-ü çıxsaq, xələl gəlməz, cavab D variantı olur. Mətnə səslənən obrazlarla bağlı doğru fikir. Hikmət anasının etirazına baxmayaraq öz köməyini təklif edir, doğrudur. Mənzər istənilən vəziyyətdə oğluna arxa durur, xeyr. İstəmir axı oğul gedib özünü təhlükəyə atıb qızı xilas eləsin. Yəni onun qərarında arxa durmur. O da anasının sözündən çıxıb gedir. Hikmət cəsarəti və balaca qızı xilas etməsi insanlar tərəfindən rəğbətlə qarşılanır. Bəli, təşəkkür eləyirlər, doğrudur. Mənzər adamların minnətdarlıq dolu sözlərindən pərt olur. Bu da doğrudur, axırda görürük. Hikmət Lalə üçün narahatlıq keçirsə də anasının sözündən çıxa bilmir, xeyr. Anasının sözündən çıxıb gedib qızı xilas eləyir. Ona görə də doğru fikirlər 1-3-4 olacaq. Daha sonra 43-də bizdən uyğun fikirlər soruşur. Doğrudursa doğrunun altında olsun, yanlışsa yanlışın altında. Mənzər hikmətin təklifinə əsasən quyuya yaxınlaşır və baş verən hadisədən xəbər tutur.
Bəli, doğrudur. O deyir ki, ana gəl görək nə olub. Bu doğrudur. Lalənin anasının çarəsizliyini başa düşən Mənzər Hikməti quyuya düşməyə sövq edir. Xeyr, Mənzər istəmir də Hikmət quyuya düşsün, səhvdir. Yanlışın altına yazıb ki, cəmaatın quyuya düşən uşağa laqeyd münasibəti Mənzəri qəzəbləndirir. Yanlışdır, amma yanlışın altına verib, düzdür. Yəni 1-3 olacaq elə cavabımız. Çünki Mənzəri əsəbləşdirən daha da oğlunu xilas eləmək istəyi idi. Quyunun ağzının ensiz olması cavan fəhlənin ora düşməsinə maneə törədir. Bu düz fikirdir, amma gətirib səhvin altında yazdığı üçün bununla işimiz yoxdur. Yer olaraq yanlışdır. Və cavab olur 1-3. Daha sonra 44-də 44-də deyir ki, mətn əsasən cədvəldəki nəticələrin doğru səbəblərini səbəbdə yazıb Lalənin anasının kömək üçün Mənzərə müraciət etməsi. Birinci nəticəni oxuyaq. Mənzərin qəzəblənməsi. Qəzəblənməsinin səbəbi Hikmət idi də, Hikmətin qızı xilas eləmək istəməsi. Ona görə də bəli, 3 olar. Hikmətin Laləni xilas etmək üçün quyuya düşmək istəməsi. Burada Lalənin anasının kömək üçün Mənzərə müraciət etməsi yox. Zirək oğlan uşağı axtarışında olan fəhlənin Hikmətdən kömək istəməsi. Hikmətdən kömək istəmirlər. Hikmət özü atılır, bu da yox. Hikmət kimi bunu da oxuyaq. Lalənin anasının Mənzərə təşəkkür etməsi. Səbəb nə idi? Hikmət kimi quyuya düşməkdən qorxmayan qoçaq oğul böyütməsi bəli doğrudur. Mənzərin quyuya düşməsi üçün Hikmət cəsarətləndirməsi xeyr. Bu çox asan sualdır. Elə 3-4 olacaq cavab. Ümumiyyətlə həlləki sualların hər biri çox asandır. Mətnə əsasən cədvəli tamamlayın. Bunu bir dəqiqə şagirdimin səsinə qulaq asıb, ara-ara şagirdimin səsinə qulaq asıb gəlirəm. Çünki nə yazıb və tam olaraq nə istəyir. Bir dəqiqə yenə dondurum. Deməli şagirdimin deməyinə əsasən 45-ci sualda cədvəl verib və mətndə nə aşlanır, nə təbliğ olunur, belə bir sual verib. Və burada biz nə yaza bilərik? Elə şagirdim doğru yazıb, yardımsevərlik ola bilər. Çünki anası düz keçib getmək istəyirdi, amma Hikmət yenə də ürəyi yol vermir və o qızı xilas eləyən xeyirxahlıq göstərir. Xeyirxahlıq, yardımsevərlik, cəsarətlilik, hətta bunu da yazmaq olar. Çünki cəsarətli şəkildə davranıb, qorxmadan gedib qızı xilas eləyir. Yəni bu şəkildə yazmısınızsa doğrudur və əsaslandırmanı soruşurmuş. Əsaslandırmaya nə yazmaq olar? Əsaslandırmaya da yazmaq olar ki, elə hər hansını yazmısınızsa, məsələn, yardımsevərliyi yazanlar yaza bilər ki, Hikmət anasının baxmayaraq ki, anası istəmirdi, amma Hikmət yenə də ürəyi yol vermir və Laləni xilas eləmək üçün özü qorxsa belə özünü təhlükəyə atıb Laləni xilas eləyir. Bax, bu şəkildə əsaslandırmaq olar. Yox, əgər cəsarətlini yazıbsa, yenə heç kəsdən qorxmadan Laləni, həm anasının sözündən çıxaraq heç kəsdən qorxmadan Laləni xilas eləmək üçün irəli atılır cəsarətli bir şəkildə. Bu şəkildə yazmanız olar. Daha sonra 46-da elə hərəkət et ki, sonra utanmayasan deyimini mətnlə əlaqələndirib fikirlərinizi yazın. Bəli, burada şagirdim səsinə qulaq asmışdım bayaq və orada da mənzər obrazına bağlı yazdığını demişdi. Elə burada da qeyd edilib. Bəli, doğrudur. Çünki bu fikir ona aiddir. Çünki belə əsaslandıra bilərik ki, mətn əvvəlində mətn əvvəlində olmasa da ümumiyyətlə yazırıq ki, Mənzər Hikmətin qızı xilas eləməsini istəmir. Yəni Hikmətin özünü təhlükəyə atıb quyuya düşməsini istəmir. Amma buna baxmayaraq Hikmət qızı xilas edir və xilas etdikdən sonra hər kəs təşəkkür eləyir, minnətdarlıq bildirir. Mənzər isə etdiyi əməldən peşman olur, utanır. Çünki o icazə verməmişdi oğlunun qızı xilas eləməsinə. Bu məzmunda fikirlər yazmaq olar. Və növbəti videoda isə digər mətn izah olacaq.